adam hər gün mamamın ürəyində aparatı var. Ağırlaşan kimi çıxır tərəzi ilə bir kökəlib. Ona da kökəlmək olmaz. Yox, olmaz. Mamam ürəyində istinti var. Ay qız, nə olsun? Mənim rəfiqəm 38 kilodur. Anne. Şət kilosu az olmaq deyil, bədənimizdə figuravız olsun. Neynirəm, mən? Valla. Anne. Merhaba. Amin. Allah bütün analara şəfa versin, ürəyim. Var olasan. Qalanlarımızın əlindən, böyüklərimizin əlindən öpürəm. Ölənlərimizi də Allah rəhmət eləsin. Nə olsun, bacı, mən də əməliyyata 59 kilo çəki ilə girmişdim. Gözler. Aç ağzını. Çok aşağı koktu. Suyu sıktı. Olmaz. Bilmiyorum ama. Ana qurban, biz çatdıq, hələ biz vazlanmamışıq ananas suyu içək. Biz ildə 2 dəfə cəmi ananas yeyirik. Bir dekabrda, bir Novruzda. Minur, nənəndən yiyəcəni al mənə. Ha? Canına diye. Aparat üstü deyil. Açıq ürək əməliyyat olmayıb, qapalı. Mama ne bak gelirsin. Çimizdirməyi neyinirsən? O yanan ölsün. Çimizdirməyi nədir? Karpuz kimi ver bana. Bizdə o söz var. Qarpız kimi. Qarpız kimi ananas yeyirlər, kasıb. Kasıb, ala. Gəl otur stolda ye. Gələ bunu ye. O yazın oyanıb yana açıq da. Ver göreyim. Kasıb. Deyəm. Mama ne oldu? Allah, olmaz çinmək. Şimdi. Get boşqa qoy altına. Nerede vereceğim? Qarpız kimi. Pay atı ona. Kitaba düşməlisiniz, siz. Şimdi. Yemə Ümid qarpız kimi. Bu ananası qarpız kimi yemək olmaz. Mama. Yok et. Benim şey istedim mama. Sən ana. Ben bu dişimi yemeğinde ağrıyıp bir de Aynur'a gösterebilirim. Gedər yaxşı sabahları. Gözləyin də Aynur doktoru yığaram. İndi gecdir. Allah. Tezdən mən də dişimə gedəcəm, gedərəm. Allah. Baş İkimiz üstə. de iç. Amma qorxmarsan? Ne vuracağım? Yo, iynə vurmaz. Ne vuracağım? Baxacaq prosta, müalicə eləyəcək. Hə? Apadaram. Can ana. Ana. Karpuzu. Qorxma, narahat olma. Baxa, bəlkə çiz də var. Ana. Karpuzu veren şeyler. Ədə karpuzu nətər eləyim? Pay atı olan sənin ha. Ay ananas, səni mənim evimə gəldin. Allah, Allah, Allah ömrüm, al. Bizim ruhumuz kasıbdır. Allah and olsun deyirəm. Ruhumuz Qurana haqqı deyirəm. Ömür boyu Allah bizi kasıblıqdan çıxartmasın. Çünki bizim o ürəyimiz nəyə düşsün deyər bala. Ala ye. Ye. Kasıb gəlib, kasıb da gedəcəm. Qurban olumun ürəyimə. Ay can ürəyim, hə, nə bilmirəm ki. Bilmirəm ki, kis ola bilər də. Çıxartmayıb, qızlar. Uşaqlarımız neçə yaşında dişlərini töküblər. Mən də oğlum tez tökdü. Qızımda heç biri də tökülməyib. Prosta niyə elə olmayıb bilmirəm. Altı yaşda az birinci sinifə gedir, kiri, ay kasıb. Allah haqqı kasıb. Kasıb gəlib, kasıb da gedəcək. Amma qurban olum Allaha da yaxşı işi kasıbam. Allah mənə milyona dəyəcək ürək verir. O bəsdir mənə. Mən sən nə gözəl ürəyim var. Mən bilənlər bilir. Minur yemə. Yemə. Çulun boyun
Az təriflər sağ olun, necəsiz, təşəkkürlər. Öz evinci hər kəs ürəyini yürüsün, təbii ki, ürək, təbii ki. Dolçalar süper olur, bəli, sözü dəyişdim, başa düşmədim. Nə söz dedim ki, nəyə bir də açıqlamasını ver. Təmizi düzdür, yox, hayır. Sən ala, bürcün şəkiyə nə aidiyyatı? Təşəkkürlər, çox sağ olun. Daha bəsdir, çox sağ olun, amin. Təşəkkürlər, dolçalar ürəkdir, naşükür. Niyə naşükür oldum ki, ürəyim? Uşaq dedi, ananası qarpız kimi doğra. Mən də dedim ki, kasıb o. Ay, kasıb dedim. Yəni da o bizim, kasıblıq bizim sümüyümüzdə var. Başa düşdün? Yala. Buradan sümüydə. Allah haqqı mən kasıbam. Quran haqqı. Mən orta təbəqə, sən orta təbəqəsən. Ay, canım mənim, çox sağ ol. Təşəkkür edirəm. Səni çox sevirik. Mən də səni Savalanda yaşayırsan, deyəsən. Çox sağ olun, özür. Az get uç başımdan, sözdən söz qayırma. Mən ağzımdan çıxan sözü bilmirəm, nə deyirəm. İşinlə məşğul ol. Kökəlmək üçün nə edirsiniz? Kökəlmək üçün heç nə. Təşəkkürlər varım. Asaya Quran haqqı deyirəm. Kasıb nədir? Mama. Mama. Can mama. Şöyle bum. O nədir? Çeyledim. Bum. Çeyledim. Mamacına zəng eləyəcəm, heç kim mənim oynatmıyor. Mamam ananas yeyə bilmir. Bu sən yeyirəm, hayfım gəlir. Bizdə yemirlər, xarab olur, atırıq gedir. Quran haqqı canımın dərdindən yeyirəm. Malım xarab olmasın, qarnım xarab olsun, canım xarab olsun məsələ. Mamam yemir, bacım, mamam kasıbdır. Mən də onun kasıb qızıyam. Görsən, kasıbıq ki, ananası doğrayıb yeyə bilmirik. Başa düşdün? Allah ətüvü töksün. Ananasın biri 3 manat 50 qəpikdə, nə? 4 manat 50 qəpik, 3 manat 50 qəpikdə. Az sən gör nə gündəsən ki? Bir de bu ekrana bak. Bak. Bismillah. Bakma. Nə qış üçün krem bilirsən? Qışı nə edirsən ürəyim? Az Ennur yemir, ananasın qoxusundan olur. Özdə ananas biraz qalıb xarab olanda pis dad verir. Bizimkilər yemir. 4 manat 50 qəpikdir bayram günü. Xarab olur da, heyfim gəldi. Qışda nə qədər kasıbam ki, ananası doğraya bilmədim. Bəli, gördün qışı, gördün, dilinizlə deyirsiniz. Kasıb bacı, bizim ruhumuz, bizim sümüyümüz, bizim iliyimiz kasıbdır. Biz nə qədər də trend cinsi elə kasıb ki, kasıbıq. Göz kremi, kollagen. Kollagen bacı qurban. Qabiliyyətin yoxdur. Az xəstə, qabiliyyət deyil o. Çox hər gün ananas yesəydik, onu bilərdik. Dodağımız bir tərəfli şişib, bələzdim. Dolusunu əritmişəm. Bəli, həyatım, əritdim dünənləri. Qırış kremi. Minur. Buraya yaxın gəlmə ya. Yaxşı. Görmürsən, deyir, qıcısan da. Qıcısan. Ananas doğraya bilmirsən. Nərmin, bunlar niyə blok eləmirsən? Allah haqqı, onlar ləzzət eləyir mənə. Onlar yazırlar, mən də yaşamağa davam edirəm. Bacı, mən onları nə qədər də blok atsam, onlar parazitdirlər. Huzurluğu var idi, İraq yaxşılarından. O xeyirli məhsulların dibindən çıxır da, onlar o kimi şeydirlər. Onlara nə qədər də azot da gübrə denilsən. Bir dənə evdə doymaz. Dəstdir, attım getdi, bitdi.
Banan doğrayım yerinə. Boğazımda qalsın, Ümid, mən yedim hamısını. Ne yaxşası, oğlum bax. Sabah alaram sənə. Banan doğrayım yirsən, alma yirsən, özdə Ümid bəsdir, qurban olum, marojnanın üstündən çox qatıb qarışdırma. Kasıb cip sürür. Kim cip sürür ay xanım? Artıqlamada mən cip sürürəm. 2600 nəfər insan var da. Cəmaatın fikrin mənə qarşı pisə yönətmə. Az mən hardan cip sürürəm? Aşsüzəm. Nə sürürəm mən? Düzdür, mən öz əziyyətimlə almışam o maşını. O maşın mənim üçün cipdir, amma cip deyil. Bazara çıxatsan 12-13 min qiyməti var maşının, amma 3 illik lizingdən götürmüşəm. Götürmüşəm də bədbəxtlərimi. Bədbəxt. Belə də sürürəm ay xanım. Başa ki, belə çıxmazı. Cip sürənlərin nəyindən əsliyəm ki? Çox maraqlıdır. Kasıb hər şey yiyir. Bəli, hələ kasıb bir-iki günə uçur Türkiyəyə. Onda girib kommentlərin altından yazarsan ürək sözləri. Burada blok atıram, girib kommentlərdə yazırsınız. Ay, Ahbiç, necəsiz? Bu günləri xincəlim. Buna baxın uşaqlar. Görün nə qəşəng təzə çıxıb. Veysaloğlu yaradır da. Al, eti. Eti, kreker. Özümə reklam elə maşın al. Ehtiyac deyil ürəyim. Mən Hyundai Elantra sürürəm, 3 illik lizingdən götürmüşəm. Və razıyam. Hər ay eşək qədər işləyirəm, lizingimi ödəyirəm. Ən azı bilirəm ki, onu heç kim almayıb, mən özüm almışam, müftə deyil. Nənə söylə. Kimisə uşağın boğazından kəsib almamışam. Zuşes. Necəsən ay Kürt? Bir dənə Kürt mahnısı qoy oynayaq. Arada qapaq dişini çıxardıb yuyub eləmir. Sənə qurban olum. Emin oldu. Ayran oğlum. Gələcəm qapaqda qalmam. Qaloşda adam oldun. Allah haqqı mənim indiyə qədər qaloşum var. Hamımızın var. Ailəmizdə hamımızın rus qaloşu var. Yəni qaloşlu geymək ayıb bir şey görür ki. Baş qoşmalara, baş üstə. İran qaloşu deyil, Rus qaloşudur. İran biraz şey olur. Hə, İran qaloşu da varımızda. Taxta qaloş. Mənim 57 kilo. Türkiyəyə niyə gedirsən? Həkimə. Bizdə də var. Qurban olum qaloş geyinən yaxşı qeyrətli kişilərə, qeyrətli qadınlara, öz əziyyətləri ilə, əlinin qabarı ilə, zəhmətkeş, məni kimi zülümkeş, 7 il qaloşda yağış demədən, qar demədən, bax o yolun qırağında, yayda asfaltın istisi, ocağın istisi, günün istisi, qışda başıma qar yağa-yağa, bir balaca klonkanın altında, 4 ayağının qırılsın, qarnını təmizləyə-təmizləyə, silib pişirdiyim o günlərimə qurban olum. Min şükür, milyon şükür, alnım açıq, başım dik. Sizin məni necə tanımağınız mənim umurumda deyil. İraq yaxşılarda məni bilən bilir, mən necə ürəyim var, mən necə kişi qeyrətliyəm, mən necə qoçağam, necə halal qazanc balalarıma yedizdirəm, o mənə bəsdir. Qaldı ki, başqa da o mənim öz həyatımdır. Şənlənərəm, deyərəm, gülərəm, açıq geyinərəm. Hamı geçsin öz evin içinə baxsın. Valla, çöldəkilərin qeyrətini çəkəcək evimizdən xəbərimiz yox deyil. Hətta arada evimizdə də baxın, evimizdəkilər də başqa yerdədirlər, qıyvırırlar. Da gözümüz kör oldu görməkdən. Arada deyirəm, açım sandığı, töküm pambığı.
Əlbəttə Allaha qurban olum. Mən o günü yaşamasaydım, bu günün nə qələt edib gəldim bilirdim ki. Başına dönüm Allahım. Ay qız, sabahları mənim nə işlərim var? Dəftər gətirmişsən bura. Hayır. Nətər hayır? Mən evə sumkasız gəldim. Bu görüm sabaha nə işlərim var? Yazıram mən. Yadımdan da çıxmış, yaddaşım da qalmayıb. İndi yaxşı vəziyyətə gəlib bu millət niyə belə edir, anlamadım. Niyə paxıllıq mütləq əziyyəti? Bəli. Yo, bunlar deyirdilər ki, sən başı bağla şalla, qabağında önlük, gələk səndən qutabalıq, üstündə də qalan qəpiyi verəksə, yazığımız gəlsin. Elə şey olmur, əzizim, mən yazıq niyə oluram ki? Əziyyət çəkərəm, ailəmi də dolandıraram. Harada pullar gedib başdan da pul çıxardım, amma halalından. Təbii ki. Deməm, sabah neçənci gündür? 6-cı gün. Yox, az nə yaxşı. Sabahları deməli 2-4, oha, sabah Lunadayam. Bu tifayla bu gün qutardım. Mustafa Tekstil 1-2-3-4, Mustafa Tekstil yox hələ birinci gün. Kullecidir. Bitirdim orayla əməkdaşlığı. Mama. Ayana. Toyuğu indi təmizləyim, yuyum, üstüyüm, eləyim, sabah qızardaram. Ana. Dərisini soyarsan ha onun mama. Dərisi uşaqlar. Ana. Mağaza toyuğunda pişirmə onda soğuz. Canım hə. Nə oldu ona? Bəsdir, vay. Qatdı qarışdırdım ama indi deyir qarnıma bax. Yani onun əllərində bunu yuyur, tabağı dəyişir. Dizini, əllərini yuyur. Pirinçəni başını pişirməyi. Ev gözdə ya, o için mi yatmırlar ki? 5 dəqiqədə canlıda qalıb söndürüm, gedim şey eləyim. Gedim çimizdirəm ikisində. Minur, başı uyumayacam ama. Çimizdirəm, başı uyumayacam.